Salam. İndi toplu birinci hissədən ispat 28 eləyəcək. Oxuyuram. İspat edin ki, trapesiyanın oturacaqlarının fərqinin modulu onun yan tərəflərinin fərqinin modulundan böyükdür. Verilib bizə ABCD trapesiya. İspat etmək lazımdır ki, AD ilə BC-nin fərqinin modulu AB ilə CD-nin fərqinin modulundan böyükdür. Bu əslində bunu belə də demək olardı. Oturacaqların fərqi yan tərəflərin fərqindən böyükdür. Bu modul işarəsi ona görədir ki, burada çıxanda yəni böyükdən kiçik çıxar da mənfi alınmaz. Ona görədir. Adətən çıxanda da böyükdən kiçik çıxarlar da. Kiçikdən böyük çıxmazlar axı burada həndəsədə. İsbatı. Biz deməli müəyyənlik üçün AB-ni CD-dən böyük bərabər götürək. AB CD-yə ya bərabər olar, ya da böyük olar ondan. Bir tərəfdə, yəni qalan tərəfə ya bərabər olar, ya böyük olar. AD-yi də BC-dən böyük götürək. Amma trapesiyada oturacaqlar bərabər ola bilməz. Onda parallelogram olardı bu. Yan tərəflər də bərabər olsaydı. Ona görə trapesiyada oturacaqlar bir-birinə bərabər alınmaz heç vaxt. Çünki bir cüt qarşı tərəf həm bərabər, həm paralel olsa, o parallelogram olur ona görə. Oturacağın bir obsundan böyük olmalı. Bu da bərabərlik ola bilməz. Məsələni həll eləmək üçün C nöqtəsindən AB-yə CY paraleli çəkək. Onda ABCY parallelogram olur. Parallelogram da qarşı tərəfləri bərabər olduğuna görə BC AY-yə bərabər olar. Onda oturacaqların fərqi, yəni AD çıxmaq BC bərabər olar AD çıx AY. Şəkildən də görürük ki, AD-dən AY çıxanda AYD bir xətt üzərində olduğuna görə bu YD edir. İndi biz üçbucaq YCD-yə baxaq onda, üçbucaq YCD-yə. Üçbucaq YCD üçbucaq bərabərçisinə görə iki tərəfin cəmi üçüncüdən böyükdür. Yəni YD ilə CD-nin cəmi böyükdür YC-dən. Bu şəkli bir yerdə burada çəkeyim. A, B, C, D, bu da Y. Deməli, AD ilə YD-nin cəmi üçbucaq CYD-dən. YD ilə CD-nin cəmi iki tərəfin cəmi üçüncüdən böyükdür CY-dən. CD-ni keçirdək sağ tərəfə olur CY çıxmaq CD. CY-nin də yerinə AB yaza bilərik. AB çıx CD. YD də özü də bərabərdir. AD çıxmaq BC-yə. Əvvəldə qeyd eləmişik. Deməli, AD çıx BC, AB, AD çıxmaq BC, yəni oturacaqların fərqi, AB çıx CD-dən böyükdür. Yan tərəflərin fərqindən böyükdür. Bunlar AD çıx BC müsbət olduğuna görə bu modul adı almaq olar. Hər iki tərəfi. Deməli, göstərdik ki, oturacaqlar fərqinin modulu yan tərəflərin modulundan böyükdür. Bunun da isbatı tələb olunurdu. Ya da şərhdə nə sualınız olsa, hansı hissəsi aydın olmasa, soruşarsınız, cavab verərəm. Gələn isbatımız 29 olar inşallah. Sağ olun.